Без üstəgəl yəli əvəzləyim. Без меня, без тебя, без него söhbət kişidən gedirsə, без нее söhbət qadından gedirsə, без нас, без вас, без них. Lazımı sözdür. Söhbət, məsəl üçün, nə bilim, nümunə gətirək də həmişəki kimi. Mən sənsiz getməyəcəm. Я без тебя не пойду. Mən onsuz da bilirəm. Yəni onun köməyi olmadan, o demədən də bilirəm. Я и без него знаю. Biz siz başlayın. Начинайте без нас. Və s. və ilaxır. Nümunələrdə görürsünüz uşaqlar. Gözünüzü qorxmağa dəyməz. Özünüzü qorxutmağa dəyməz. Bu gün sabah qorxunuzdan sabahlara ötürməyə də dəyməz. Yəni ki, mənim metodikamın sayəsində siz bir neçə aya B1, B2 səviyyəsində danışa bilərsiniz. Bu realdır. Gün ərzində nə qədər insan əldə edir və nə yaxşı ki, sizin səhifəniz qarşıma çıxıb. Nə gözəl, mən imkanım yox idi. Müəllim yanına gedim, kursa gedim, amma bu kitabın sayəsində mən dil öyrənə biləcəm. Artıq hətta başlamışam və nəticəsini görmüşəm deyənlər olub. Onlardan biri də siz ola bilərsiniz. Ay-bay müəllim yanına getməyə, kursa pul tökməyə artıq ehtiyac yoxdur. Sadəcə bir dəfə əldə edirsiniz və tez bir zamanda B1, B2 səviyyəsində danışırsınız. Uğurlar hər birinizə.